Herkese salam. Bu günləri mən gedirəm çəkilişə. Bir videoqrafın günü necə keçir, onu sizə bölüşəcəm hər detallı şəkildə. İlk öncə nələri götürürəm, onları deyim. Bir də telefon götürürəm. Burada məsəl üçün hər hansı bir musiqini qoymaq üçün lazımdır ki, model o havaya girə bilsin. Həm də işığından da istifadə etmək olar. Bu taktikanı sizə verirəm. Tripod götürürəm, olmazsa olmazımız. Həm uzun boy istifadə etmək olar, həm də stabilizator kimi istifadə etmək olar. Stabilizator kimi istifadə etməyi ilk dəfə də öyrəndim. Ona görə də bu detalları sizə videolarda izah edəcəm ki, necə etmək lazımdır. Yəni bu işi edənlərə aiddir bu təbii ki də. İş xanımısansa və yaxud da ki, videoqrafsansa, çantan belə olmalıdır. Hətta gəlin belə eləyək, çantamda nə var videosu olsun. Heç ötməmişəm indiyə kimi, maraqlı gəldim, eləyək yəni. İlk öncə bizi qarşılayan belə bir adapter var, olmazsa olmazımız. Daha sonra dodaq karandaşı var. Mistyce'ın 764 nömrəsi ən sevdiyim dodağımda olan odur hazırda. Sonra saçımın heç vaxt düz qalmaması mən yorur. Belə Allah yarımçıq vəziyyətdə qoymuşam. Belə. Və onun lensi inşallah ki yapacağım. Və onun lensi. Böyle. Yəni, çox ağırdır. Burada çantanın ən ağır eləyən şey demək olar ki, budur. İndi elə gülməli bir şey çıxardacağım ki, deyəcəksiniz ki, bu sənin çantanda niyə var, niyə bu rəng? Bir çəkilişimiz var bu günlərim. İnşallah ki, Instagramda paylaşacağım. Gələrsiniz, Instagramda baxarsınız, iş səhifəmdə olacaq. Bu tiyonu sadəcə belə verə bilərəm. Çünki çox açıqlıq vermək istəmirəm. Həqiqətən də o topa oxşamır, yəni bu. Sadəcə olaraq həqiqətən lazım olduğuna görədir, amma niyə də yox. Maraqlı bir şey gəlir, baxarsınız. Sonra, düşmüşlər əlimdən. AirPods'um var. Ay Allah. Telefonu silməyim üçün lazımdır. Evet. Normalda pulu kartda saxlayıram, amma məcburamsa qəpik quruş. Yəni, cüzdan istifadə etmədiyim çox bəlli, bariz bir şeydir. Burada qarşılayan Revolution'ın qaş karandaşı hal-hazırda qaşımda olanda o da çox güzel göstərir. Həqiqətən qaşlarımın tam saçım rəngindədir sanki. Bizi qarşılayan artıq bitən Flormar'ın göz karandaşı. Flormar'a aşıqam ümumiyyətlə. Bu da 101 nömrəsidir. Və Jev'in 605 dodaq karandaşı. Mistyce'dan sonra Jev Əla Faberlic'dən belə bir liner. Hal-hazırda gözümdə də o linerdir. Qalıcılığı yaxşıdır, amma baxın gözüm son vaxtlar çox sulanıb. Dodağımda son vaxtlar çox quruyur, həqiqətən. Quruyur, partlayır. Bu da mənə asılı olan bir şey deyil. Yazırsınız, oradan soruşsunuz, dedim. Sonra evin açarı. Belə bir sorma konfetlər. Taksiyə getdiyimə görə həmişə ürəyim bulanır. Burada kartlarım və şərs baskam var. Son içərisində bir ədəd qalmış həmin o salfetkam. Saqqız. Bir də Faberlic'dən tester olaraq belə bir parfüm almışdım. Bu da ki, hər hansı bir restoranda oturub yemək yeməkdən sonra, telefon düşəcək. Yemək yeməkdən sonra bunu istifadə edirəm. Əlimi geyib yuyuram edirəm, sonra bunu istifadə edirəm. Belə yəni, çantamda heç bir şey qalmadı. Bu kadar. Neyse. Bu işığı göstərəcəm. Bunu məncə hər kəs görüb artıq. Gözəl. Və hətta bunun belə fərqli rəngləri falan da var. Sadəcə sevmədiyim bir özəlliyindən danışmaq istəyirəm. 3 saat zaretka yığır və bu mənim harama çatır, bilmirəm. 3 saat. Ona görə gecədən qoyuram. Bu yaxşı, buna bir çarə tapılar. Amma çox tez bitir. Məsəl üçün, ona görə də mən əlavə bir işıq da götürürəm. Buna hardasa 35 manat pul vermişəm. 28-də almışdım bunu. Amma almağa dəyməz. Baxın, eyni, arxasına baxın. Bu cür olanını almayın. Pulunuzu çöl atmış olacaqsınız. Ona görə də, yəni, bərbad. Elə qəşəng görünür, deyirsən ki, hə, tam çantaya atılmalıqdır, əladır falan. Heç o deyil. Almayın. Həqiqətən yəni. Bir geyim olaraq da sadə qara geymişəm. Tight, üstündən də bir vadalaska. Bunun üstündən o, bir də çantam. Bilirsiniz niyə? Çünki çəkiliş eləyərkən belə bol bir şalvar geyinmək və yaxud ki uzun bir şey geymək həqiqətən insan çox narahat eləyir. Çəkiliş edərkən tamamilə rahat olmalısan. Ona görə də o ərəfədə nə çantama çox bir şey qoymağa çalışıram, nə də ki aksesuar çox taxıram ki, yəni çox taxmıram ki daha doğrusu. Rahat işimi görüm. Belə yəni saçlarımı da orada yığıram ki,
Çünki küləkli havada çəkiliş etmək həqiqətən çox çətindir. Bir də bu cür video çəkməkdə heç alışmamışam şəxsən, amma yavaş-yavaş öyrəşəcəm. Çünki bütün günümüz sənə vloglayacağım. Onsuz ki, bütün gün çəkilişdəyəm. Niyə bunu vloglamayım deyə düşündüm. Hər gün də vloglayacağamsa ki, bir gün necə keçir məndə. Modelim gecikir. Gecikdiyinə görə artıq ikinci çayımı içirəm. Yəni, erkəklərlə işləmək zor. Hadi gözləyirəm. Hələ də bir xəbər yoxdur. Nənələr kimi oturmuşam, lap. Bu günlərim iptal elədim. Mən də bu qədər hazırlaşmışam. Amma heç bir şey edə bilməyəcəm. Ona görə də bir-iki dənə videolarım var. Instagram üçün çəkəcəm. Onları çəkəcəm. İnşallah ki, sabahlarım bir daha çəkilişim olacaq. O çəkilişi elə davam edəcəm. Yəni, günün ikinci gündən sizi salamlayacağım. İndi isə sağ olun. Modelim artıq ikinci dəfədir ki, bizim bu çəkilişi iptal edirdi. Buna görə də gəlib bizə Kinder sürpriz almışdı. Burada seçim edirik ki, bizim hansı düşür, Ozmo yoxsa Kinder. Və mənə ən sevdiyim şokoladlardan birisi Ferrero almışdı. Təşəkkür edirəm. Könlümü aldın, amma çəkilişi gəlməlisən mütləq şəkildə. Nerede oydu? Ay kız, mənki də baxın. Hadi. Nədə bu çıxdı? Başka bir yakın. Burada mini bir qışqırtma edəcəm. Raketin içərisinə belə bir smaylikli yastıq yerləşdirirəm ki, insana oxşasın. İnsan daha da çox oxşanması üçün qollarla bədən hissəsinə geyimlərdən yığıb yığışdırıram ki, bu tam öz istədiyi kimi olsun. İndi izləyin. Qutularda da göründüyü kimi mən bir paketləmə edirəm. Amma bu nə paketləməsidir? Instagramda çox böyük və çox möhtəşəm bir giveaway keçirdirəm və bu giveaway nəticəsində də onlara gedən qutuları hazırlayıram. Burada 5 ədəd qutu var, amma 9 qalib seçiləcək. Necə olacaq, ona ilk öncə sizə izah edeyim. Birinci yerdə Arya Pektaşın çıxartdığı Hola Advent kalender olacaq. Təbii ki də bu qutuları yerləşdirdiyiniz zaten o qutu şəklində olacaq. Daha sonra İfsanardan 4 ədəd məhsul, indi göstərəcəm digər məhsullarda, Gucci, Nars, Rare ənlikləri falan, belə qarışıq olanlar da var. Hamısı lüksdür bu arada. Daha sonra Huda Beauty'nin ten paleti, Fenty Beauty'nin glossu, Dior'un glossu, Dior'un ten paleti, yəni belə. Bunlar fərqli-fərqlidir bu arada. 4 ədəd kateqoriya alındı. Daha sonra deməli, bir qalibə də düşür ki, vizajistim ona sadə makyajı pulsuz edəcək. Bir digər qalibə isə düşür ki, dırnaq ustam ona istədiyi dırnağı pulsuz edəcək və parfüm göndərəcək. Parfümlə Hola Advent kalender hələ ki əlimə gəlməyibdir. Onları gələndən sonra sizə göstərəcəm. İndi əldə olanları başlayıram qutuya yığmağa səliqəli bir şəkildə. Həm sizə paylaşıram, həm də storydə paylaşacağım, təqdim edəcəm. İndi başlayaq, seçək, qoyaq və sizə bir-bir hamısını göstərim. Birindən gözəl 4 ədəd İfsanın məhsulları var. Bunların hər biri sənə gedir. Burada ilk öncə ten paleti var. Daha sonra ənliyi var, bronzeri var və highlighteri var. Hətta istəsəz açaq, birlikdə baxaq. Əminəm ki, içərisindəkini merak edənlər var və əminəm ki, məni linçləyib deyəcəklər ki, içərisi bəlkə boşdur. Ona görə də açıram, göstərirəm sizə. Tam açıb göstərməyəcəm, çünki bunlar artıq mənim deyil. Ona görə də əldəyib incitmək istəmirəm. Baxın, bu ten palet olacaq. Çox şirin bir rəngi var həqiqətən. Bronzer. Qutumuzun son əlavə məhsulu. Bu da blushdır. Bu açıq tonlarda bir çəhrayı rəngdədir. Amma pigmenti çox yüksəkdir. Çıxsan oğlum. Oy. Çok güzel görünür həqiqətən. Şimdi bunları paket hədiyələri daha şirin göstərmək üçün belə bir zərbədən istifadə elədim. Kağız rəngi ilə çəhrayının uyumuna çox xoşuma gəlir, ümumiyyətlə bəyənirəm. Bunu artıq məndə qurtardığına görə sabahlarım gedib bunu yeniləyib alacağım.
Amma birinci qutumuzu istəyirəm ki, artıq yerləşdirək. Mən qutunu hazırlayarkən sizə izah edeyim ki, kimlər bu give qoşula bilməz. Məsəl üçün, fake səhifələr qoşula bilməz. Fake səhifələri tağ eləyənlər qoşula bilməz. Mənə dalbadal random mesajlar və yaxud da ki, emojilər yazanlar qoşula bilməyəcək. Buna şirinə baxın. Yəni, bunu kim almaq istəməsin ki? Bunu kim götürmək? Bunu kim qazanmaq istəməsin ki? Çox qəşəngdir axı, yəni. Bayıldım. İkinci qutumuza. Bunun içərisində dediyim kimi yerləşdirə bilməyəcəm, amma alacağım sabahlarım və sizə də göstərəcəm hardan almaq lazım olduğunu. Çünki həqiqətən orada hər bir şey var. Yəni, məktəb ləvazimatına bağlı, nə bilim, kredi, nakleykadır, hər bir şey var. Göstərəcəm ona qədər ona. İndi bunun içərisini dolduraq və bunun içərisində nələr gedir? İlk öncə onunla bağlı danışaq. Məhsullar olan bu məhsulları da oraya yerləşdirəcəm. Bu isə ikinci qalibindir. Gəlin, baxaq görək nə var. İlk öncə Kiko'nun belə bir glossu var. 20 nömrəlidir. Daha sonra Nars'ın ən sevdiyim rənglərindən orqazm rəngi olan bir ənliyi var. Və bu ənliyin ən sevdiyim xüsusiyyəti sadə pigmentlidir və çox şirin bir ton saxlayır. Bir də özündən zəri var. MAC'ın ən sevdiyim rəng tonu olan belə bir dodaq boyası var. Bu məndə var idi. Hər kəs də mənə deyirdi ki, mən o qırmızı tonunu çox istəyirəm. Hələ dodağımdakı da ondandır. Buna məndə də var. Hətta stoklamışam. Ona görə dedim ki, biri də sizdə niyə də olmasın. Dedim ki, mən aça bilmərəm. Qorxuram. Zədələnlər eləyər. Sonra izləyəcəm məni yanlış olmayar. Rare Beauty'nin belə bir ənliyi var. Rəngi isə Norley Rose rəngidir və budur. Çox şirin görünür. Baxın, yəni uzaqdan belə çantaya atmalıqdır, rahatdır, pigmentli səsi də yaxşıdır. Bunun məndə həppi rəngi var idi. Həqiqətən çox gözəl idi və yayılması da çox möhtəşəmdir. Sevirəm bunu. Bu da onun belə liquid ənliyidir. Bu da həppi rəngidir. Bu mənim ən sevdiyim tonlardan biridir. Bunun məndə roz rəngi var idi. Çox qəşəngdir. Yəni onu bitirmişəm. Bir də belə. Son qutusu Gucci'dən belə bir soft bir ənlik. 01 nömrəsidir və Silky Rose. Okay. Ay, bunun qablaşdırılması çox qəşəngdir yəni. Belə uzaqdan baxan əslində balaca bir şeydir. Yəni tam kiçik çanta istifadə edənlər üçündür. Həqiqətən çox gözəldir. Çox bəyənirəm. Mən də bunun məndə biraz daha tünd bir rəngi var. Elə Rare Beauty'nin həppi rənginə oxşar bir rəng. İndi ağlıma deyil, baxıb deyərəm sizə. İndi isə ikinci qutunu bəzəyək. Bəs kimlər qoşula bilər? Təbii ki də hər kəs qoşula bilər. Hətta bəylər belə qoşula bilər. Sevgilisi üçün, həyat yoldaşı üçün, anası üçün. Fərqi yoxdur. Əsas odur ki, siz bütün şərtlərə əməl edin. Şərtə əməl etməyən təəssüf ki, bu boksu əldə edə bilməyəcək. 9 qalib seçiləcək. Ki, artıq ikinci qutumuz da hazırdır. Çox gözəl qutudur. Yəni, buradan tələbələr səslənirəm ki, siz bu give'yə qoşulmalısınız. Çünki burada əldə edə biləcəyiniz hər bir şey var. Keçək indi üçüncü qutuya. Və üçüncü qutunu hazırlayırıq. Burada da öz sözünü demiş biri-birindən gözəl məhsullar var. Burada Rohod'un ənliyi var. Dior'un glossu var. Hamısını bir-bir göstərəcəm sizə. Fenty Beauty'nin glossu var. Fenty Beauty glossu bu arada çox mükəmməldir. Dior'un highlighter paleti var. Bir də burada Beauty'nin belə çox böyük və çox gözəl bir ten paleti var. Bunu indi açıb göstərəcəm çünki bunu mən çox bəyənirəm və məndə bunun qəhvəyi və qara tonları olan rəngi var. Aça biləcəm inşallah. Baxın, burada bunun qoruyucusu var. Hətta gözlüyüm sizə elə qoruyucunun üstlərindən göstəreyim. Baxın, çox qəşəng rəngləri var həqiqətən. Hətta buradan ənlik kimi də istifadə edə bilərsiniz. Highlighter hissələri falan çox gözəldir, çox həqiqətən möhtəşəm. Buna bayılıram. O çox ensizdir, uzun deyil. Bu da uzundur, amma bunu eşitləyəcək qədər deyil. Baxın, yəni belə göstərirəm ki,
çıxır yəni. Ona görə də bunun üçün yeni bir qutu alacağım. Amma hələlik biz bu qutunu hazırlayaq. Bunun üçün fərqli bir şeylər etməyi düşünürəm. Məhsulları da açıb sizə göstərmək istəyirəm. Sonra mənə deməyin ki, sadəcə qutu göstərirsən. Çünki məni linçləyən insanlar çox olduğuna görə bir də isbat eləmək istəyirəm. İlk öncə Dior'un highlighterını göstərmək istəyirəm. Sadiqələr açım, mənə əsəbləşməsinlər. Wow, buna baxın. Çox qəşəngdir axı. Hətta belə rənglərə baxa bilərsiniz. Mənə xanım dedi ki, bu çəhrə ayını və bu ikisini birləşdirəndə çox gözəl bir parlaqlıq yaranır. Həm də ənlik kimi də istifadə etmək olur. Mən ona görə bunu daha çox bəyəndim. Bunu özümə də götürəcəm. Həqiqətən möhtəşəmdir. Şanslısınız qızlar. Baxın da görün nə edirsiniz. Mənim ən sevdiyim rənglərdən və ən sevdiyim markadan olan Fenty Beauty'nin glossunu göstərirəm. Fenty Beauty'nin əslində çox məhsullarını sevirəm. Bir də onun highlighteri var. Çox möhtəşəmdir də. Yəni toya falan elə ən ideal highlighter deyə bilərəm. Baxın, çox gözəldir də qızlar. Bilirsiniz, möhtəşəm. Bunun məndə qəhvə rəngi var, amma bu tonda mütləq ki, mən də stoklayacağım. Çox möhtəşəmdir, çox gözəldir. Bayılıram. Bir də sizə bütün qızların sevimlisi olan Dior'un bu glossunu göstərmək istəyirəm. Çox incə bir kartkası var, xoşuma gəlir həqiqətən. Hətta burasındakı Dior yazısı belə çox gözəldir. Bilmirəm, buradan görə bilirsiniz ya yox. Açaq, bu 009 nömrəsidir. Baxın, çox qəşəngdir də, yəni həqiqətən. Rəngi möhtəşəmdir və tam çantaya atmalıqdır. Çantada heç də bir narahatçılıq yaratmayacaq sizin üçün. Üçüncü qutunun son məhsulu olan Rodon bu ənliyini göstərmək istəyirəm. Görəndə rənginə görə biraz çaşa bilərsiniz. Amma üzdə duruşunu görsəz çox möhtəşəmdir. Rodon məndə demək olar ki 3 rəngi var. Onları sizə göstərəcəm. Bunu mən çox bəyənirəm. Baxın, rənginə görə qorxmayın qətiyyən. Narıncıdır. Amma həqiqətən möhtəşəmdir. Mənim podurqam da var idi. Birinci bəyənməmişdim, tərcih etmişdim ki, bu nə rəngdir. Amma burandan sonra görmüşdüm ki, çox qəşəngdir. Ona görə bunu çox bəyəndim. Belə yəni. Bu qədər. İndi gedək qutunu düzəldək. Əslində bu video Instagram üçün nəzərdə tutulub. Çünki Instagramda aktivlik üçün nəzərdə tutulubdur. Məsəl üçün bir xanım var ki, deyir YouTube'dan gəlirəm, sizin üçün Instagram səhifəsi açmışam, gəlir, amma səhifəmdə aktiv olmur. Bəziləri deyir ki, mənim atam icazə vermir, Instagram yoxdur, mənim Instagram yoxdur deyən çox insan olduğuna görə YouTube'da bu giveaway keçirdə bilmirəm. Amma bunun üçün bir şey düşünəcəm. Artıq bu qutu da hazırdır. Çox möhtəşəm və şirin görünür. Qaldı 2 qutu. Bu qutunun içərisində birində parfüm olacaq, birində isə baxım seti olacaq. Parfüm okeydir, artıq alınıbdır, gələcək. Amma baxım seti necə olacaq, onu sizə izah edeyim. Səhifəmdə ən aktivlik edən xanıma öz dəri tipinə uyğun ya Biodermanın ya da Zepuris'in məhsullarını onlara 5 ədədini ona göndərəcəm ki, ardıcıl şəkildə istifadə eləsin və nəticəsini yaxşı görsün deyə ona da elmaslar göndərəcəm. Amma bu qutu hələ ki boşdur, çünki qalib olanı açıqlayacağım. Daha sonra o xanıma da məhsullarını göndərəcəm. Bunu da bloklayacağım sizin üçün. İndi sizə giveaway ilə bağlı danışmaq istəyirəm ki, giveawayimiz fevralın 3-ü artıq demək ki başlayacaq. Martın sonuna qədər davam edəcək ki, hər kəsin şansı olsun. Təbii ki də fake səhifələrə icazə verilməyəcək, kənarlaşdırılacaq. Əvvəlcədən mənə səmiyyətsiz gələn insanlar, hansı ki mənə linç atıb, sonra hədiyyə üçün mənə canım cicim deyənlər kənarlaşdırılacaq. Çünki mən saxta bir insan, saxta bir izləyici lazım deyil. Və onu da deyim ki, şərtlər çox sadədir. Sponsor qurduğum xanımları takip edəcəksiniz. Səhifəmdə aktiv olacaqsınız. Son 5 postunu bəyənəcəksiniz. Sonra 2 nəfər rəfiqənizə tağ edəcəksiniz. O tağ etdiyiniz rəfiqələr belə o həmin sponsor səhifələr və mənim səhifəmi izləmək məcburiyyətindədir ki, qazana bilsin. Və 3 ədəd rəy yazacaqsınız. Amma bunun heç biri random sözlər, yəni ki 4-5 dənə hərfi bir araya gətirmək, amma söz olmadan və yaxud da ki emojilərdən falan istifadə olunmadan olacaq. Bir də YouTube'da mənə 1-2 nəfər eyni suallar verdiyinə görə o sualları cavablamaq istəyirəm. İlk öncə onu deyim ki, mən demişdim ki, şəxsi olaraq cavablandırmayacağam. Amma bəzi suallar var ki, buna cavablandıra bilərəm. Həyat yoldaşım deyil, nişanlım deyil, sözlümdür. Biz hələ hərlənmişik, söz ərəfəsindəyik. İlk başlanğıcları atmışıq.
Və o oğlan məndən siz düşündüyünüz qədər 9-10 yaş böyük deyil. 40-dan biraz böyük görünə bilər, daha çox böyük görünə bilər. O da ki, işinə əlaqədar olduğuna görə məcburdur ki, saqqal saxlamasın və bəzən də o bığ məsələsini mən demişəm əslində, bığ saxlasan sənə çox yaraşar deyə. Təbii ki də sizin yox, mənim bəyənməyim önəmlidir. Mən onu elə bəyənirəm, onu elə sevirəm. Bu qədər. Onun yaşı isə 25-dir, mənim yaşım isə 22-dir. Yəni aramızda sadəcə 3 yaş fərq var. Belə. Bürclərlə bağlı suallar vermisiniz. Əslində cavablamışdım bu sualı, amma yenə deyim. Onun bürcü oxatanda, mənim bürcüm isə qoçdur. Və oxatanlarla qoç çox gözəl yola gedir. Mənim podruqalarımın 190% ümumiyyətlə hamısı ki, oxatanlar həqiqətən çox ürəkli, canlıdır. Yəni onlarla yola getmək çox yaxşıdır və onlar çox əyləncəli olurlar. Eynisinin qoç bürcü də əyləncəli olur. Ona görə onlarla rahat-rahat yola getmək olur. Blogerliyə başlayarkən çətin çəkdinizmi? Hələ ki tam bloger olmamışam, mini influenceram, amma təbii ki də çətin yolları var. Məsəl üçün oturub özünüzə zaman ayırmalısınız. Məsəl üçün mən işləyirəm, həm işimə, həm öz Reels videolarıma, həm YouTube video ayrı çəkilməlidir. Bunlar tamamilə fərqli bir çəkiliş saatları olduğuna görə mən çalışıram ki, hamısını bir edeyim. Məsəl üçün olur ki, hətta bilmirəm hiss etmisiniz ya yox, olur ki, bir gündə 30 dənə video çəkirəm, hamısını montajlayıram, planlamaya qoyuram. Ondan sonra öz işlərimi rahatlıqla görürəm. Story atmaq zaten asandır. Story, yəni bilirsiniz ki, yəni ən səmimi olduğumuz çətindirmi? Çətindir. Xüsusən də videoları editləmək, montajlamaq daha çox zaman alır. Hətta onu deyim ki, əgər bu işə başlayırsınızsa, çalışın ki, əlavə yedek telefonunuz olsun. Çünki həqiqətən də çox çətindir. Onun depolaması da olur, kameranın depolaması da olur. Ona görə dərhal qaçırsan başqa bir telefona. Mən çalışacağam ki, onu da iPhone edeyim. Çünki Samsung'un çəkilişi o qədər də wow bir çəkiliş deyil təəssüf ki. Daha çox verildiyinə görə dedim, əlavə suallarınız olarsa yazarsınız, amma şəxsi sualların heç birini cavablamayacağım. Nəysə, mən bugün gedirəm, artıq saat gecdir. Yatım, sabahlarım işlərim var, o günlərdə bloklayacağım sizin üçün. İndi görüşəndək, sabahlarım görüşəndək. Sağ olun.